Kənd şurasının səsi qədim Azərbaycanın bir küncündə, dağların ətəyində, ucsuz-bucaqsız düzənliklərin və axan çayların sərinliyində yerləşən Xalqoba kəndində həyat minilliklərdir ataların hikmətini, ənənələrin sarsılmaz dəyərlərini daşıyan, insan ruhunun ən dərin sirlərini açan bir roman kimi davam edirdi. Hər səhər günəşin qızılı şüaları dağların zirvələrindən aşağı süzülərək, kəndin dar daş yollarının, qoca ağacların kölgələrini və torpağın ətirli havasını oyandırırdı. Bu torpaq yalnız fiziki gözəlliyi ilə deyil, həm də insanın qəlbində, hər kəsin öz həyat hekayəsində yazdığı dərs və xatirələrlə dolu idi. Xalqoba kəndinin sakinləri, atalarının öyrətdiyi dəyərlərə sadiq, dürüst və mərhəmətli insanlardı. Hər kəs keçmişin ağır xatirələrini və gələcəyin ümid dolu arzularını ürəyində saxlayır, hər çətinliyi sevgi ilə, inam və ədalətlə qarşılamağa çalışırdı. Kəndin ən hörmətli ailələrindən biri olan Həsənovlar nəsli illərin gətirdiyi hikmət və sarsılmaz dəyərlərlə tanınırdı. Bu ailənin övladı olan Tural, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin divarlarında, hər küncdə eşidilən nağıllarda və atalarının səsini qucaqlayaraq böyümüşdü. Atası həmişə ocağın qarşısında toplanan ailə üzvlərinə həyat böyük bir roman kimidir. Hər səhifəsində dərs və ümid, acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq, deyərək gənclərin qəlblərində dərin izlər buraxırdı. Lakin həyat hər zaman asan və sülh dolu keçmirdi. Kəndin yaxınlığında yerləşən geniş çay sahəsi uzun illərdir kəndin su ehtiyacını təmin edirdi və hər kəs onun əhəmiyyətini bilirdi. Lakin son zamanlar əkin sahələrinin genişlənməsi və yeni nəsillərin öz maraqlarını düşünməsi səbəbindən su paylanması ilə bağlı ciddi problemlər yaranmağa başlamışdı. Bir çox ailə torpaq və suyun ədalətli bölüşdürülmədiyini iddia edir. Bu məsələ kəndin hər küncündə dərin narahatlığa səbəb olurdu. Nəhayət, bu mürəkkəb məsələni həll etmək üçün kəndin ənənəvi şuralı toplantısı, kənd şurası, çağırıldı. Toplantı, Tolstoyun romanlarında təsvir olunan kimi insan təbiətinin ən dərin qatlarına toxunan, sevgi, mərhəmət, ədalət və inamın sınağına çevriləcək bir andır. Kəndin bütün sakinləri, yaşlılardan gənclərə, qadınlardan kişilərə qədər böyük bir əmin-amanlıq içində, amma eyni zamanda kədərin və narahatlığın izi ilə ocağın ətrafında toplandı. Toplantı meydanında köhnə palıd ağacının altından böyük və səmimi bir masanın ətrafında toplanan insanlar arasında hər kəs öz fikirlərini sərbəst şəkildə ifadə etməyə başladı. Kəndin hörmətli yaşlılarından biri olan Zeynəb xanım uzun illərin gətirdiyi təcrübə ilə sakit səsini yüksəltdi. Əziz qardaşlarım və bacılarım, atalarımızın bizə öyrətdiyi kimi, ədalət yalnız qanunlarda deyil, insanın qəlbində tapılır. Su, torpaq, hər şey bizim dəyərlərimizə bağlıdır. Biz hər birimiz bu çətin anlarda qəlbimizdə yanan o əbədi işığı unutmaq olmaz. Bu sözlər kəndin hər küncündə, hər ürəkdə biraz da olsa ümid doğurdu. Lakin problem daha da mürəkkəb idi. Kəndin bir qrup gənci torpaq və suyun bölüşdürülməsində ədalətsizliklər olduğunu, bəzi ailələrin bütün sərvəti ələ keçirdiyini iddia edirdi. Onların səsi sanki ataların uzun illər boyu söylediyi nağıllardakı qəhrəmanlıq və ədalət hekayələrini xatırladırdı. Bu gənclərdən biri olan Fərhad böyük bir həyəcanla çıxış edərək belə dedi: "Bizim kəndimizdə ədalət yalnız sözlərdə qalmamalıdır. Hər kəs torpağın, suyun və digər sərvətlərin bərabər paylanmasını haqq edir. Atalarımızın öyrətdiyi dəyərlərə sadiq qalsaq, hər kəsin ürəyində ədalət işığı yanar. Bugün biz ədalətin bərpası üçün birlikdə olmalıyıq." Fərhadın sözləri gənclərin arasında həm də yaşlıların ürəyində dərindən təsir etdi. Bu andan sonra kənd şurası məsələnin həllinə dair konkret addımlar atmağa başladı. Kəndin şurası ənənəvi qaydada əvvəlcə hər kəsin fikrini dinlədi, bütün sübutları topladı və hər bir ailənin vəziyyətini diqqətlə araşdırdı. Tural da bu prosesdə fəal iştirak edirdi. O, atası Həsən bəyin və Zeynəb xanımın sözlərindən ilham alaraq, kəndin hər küncündə, hər ailədə ədalətin bərpası üçün çalışırdı. Toplantı uzun saatlar davam etdi. Hər kəs daş divarlarda, palıd ağaclarının yarpaqlarında və köhnə ocaq sədalarında keçmişin xatirələrini yad edərək, ədalətin bərpasının vacibliyini bir daha təsdiqləyirdi. Kəndin ən gənc üzvləri belə, atalarının səsinin və tarixinin izlərini ürəklərində daşıyaraq, gələcəyin parlaq olacağına inam bəxş edirdi. Nəhayət, kənd şurası toplanan bütün məlumatları və şahid ifadələrini qiymətləndirərək, torpaq və suyun bərabər paylanması üçün yeni bir plan hazırladı.
Bu plan həm maddi sərvətlərin ədalətli bölüşdürülməsini, həm də kəndin əbədi dəyərlərinin qorunub saxlanmasını təmin edəcəkdir. Planın əsas hissəsi kəndin hər bir ailəsinin torpağın və suyun ədalətli paylanması ilə bağlı dəqiq bir hesab aparılması və həmin hesabın ataların öyrətdiyi dəyərlərə sadiq qalaraq bütün kənd sakinləri arasında bölüşdürülməsi idi. Kəndin yaşlıları bu qərarı təsdiqləyərək hər kəsin qəlbində dərin ümid və ədalət işığının yanmasını təmin etdilər. Zeynəb xanım sakit və səmimi bir səs tonundan bu qərar atalarımızın bizə buraxdığı ən böyük mirasdır. Ədalət, dürüstlük və sevgi bizə həmçinin gələcəyin parlaq səhifələrini yazmağa imkan verəcək, deyərək kənd şurasının qərarını təqdir etdi. Toplantıdan sonra kəndin hər küncündə, hər evdə bu qərarın səsi yayılmağa başladı. İnsanlar əvvəlki ədalətsizliklər və narahatlıqlar üzərində sarsılmış olsalar da yenidən ümidlə, sevgi və mərhəmətlə həyatlarına davam etməyə başladılar. Fərhad və digər gənclər yeni planın tətbiqinə qatılaraq torpaq və suyun bərabər bölüşdürülməsi üçün əl-ələ verdilər. Hər kəs kəndin sarsılmaz dəyərlərinə sadiq qalaraq atalarının öyrətdiyi kimi ədalətə, inama və sevgiyə sarıldı. Bu şuralı görüş Qızılgül kəndində yalnız maddi sərvət məsələsini həll etməklə kifayətlənmədi, o eyni zamanda insan ruhunun ən dərin qatlarının, ədalətin və dürüstlüyün əhəmiyyətini və dəyərlərin necə qorunub saxlanmalı olduğunu ortaya qoydu. Hər kəs bu böyük və mənalı hadisədən sonra öz həyat hekayələrində ədalətin, sevginin və mərhəmətin daha böyük bir yer tutduğunu hiss etdi. Orxan kəndin mərkəzində köhnə palıd ağacının kölgəsində gənclərə və yaşlılara müraciət edərək, bu şura bizim üçün təkcə bir qərar deyil, həm də gələcək üçün sarsılmaz bir inam və ümid qaynağıdır. Hər birimiz bu qərarın işığında həyatın çətinliklərini aşacaq və atalarımızın bizə buraxdığı dəyərləri yaşadacağıq, deyə söz aldı. Gözlərindəki dərin inam və ürəyində yanan sevgi hər kəsin qəlbində yeni ümidlər doğurdu. Kəndin hər bir sakinin bu qərarın ədalət və dürüstlük simvolu olduğunu dərk edərək, torpağın, suyun və digər sərvətlərin bərabər paylanması ilə öz həyatlarına yenidən istiqamət verdi. Hər kəs öz daxilində keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını qəlbində daşıdı. Xalqoba kəndində ədalətin və sevginin bərpası insanların öz həyat hekayələrini yazmalarında bir dönüm nöqtəsi oldu. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların səmasını bəzəyən o sakit gecələrdə Qızılgül kəndinin hər kəsi kənd şurasının səsinin, ataların hikmətini və dərin ədalət dəyərlərini xatırlayaraq, həyatın hər anını sevgi və mərhəmətlə yaşamağa davam edir. İnsanlar bilirdi ki, əsl zənginlik maddi sərvətlərdə deyil, qəlbdə yanan, ədalətə və dürüstlüyə sadiq qalan dəyərlərdə gizlidir. Beləcə, davanın kölgəsində, ədalətin imtihanı adlı bu dastan Qızılgül kəndinin dar daş yollarında, qoca palıd ağaclarının sərin kölgəsində və axan çayın sakit sularında əbədi olaraq iz buraxdı. Kənd sakinləri hər çətin anın ardından doğan yeni ümidləri, qəlbdə yanan ədalət işığını və atalarının öyrətdiyi dərin dəyərləri heç vaxt unutmadan öz həyat hekayələrini sevgi, mərhəmət və dürüstlüklə yazmağa davam etdilər. Hər kəs bilir, həyatın ən çətin anlarında belə ürəkdə yanan o sarsılmaz inam və ədalət işığı insanı irəli aparır və gələcəyə ümidlə baxmağa imkan verir. Bu hadisə Qızılgül kəndində yalnız bir maddi sərvətin bölgüsü məsələsi deyildi, o, insan ruhunun dərinliyində doğan ədalət, sevgi və inamın ataların öyrətdiyi əbədi dəyərlərin simvoluna çevrildi. Hər kəs bu şuranın səsi ilə keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını ürəklərində yaşadığını bilirdi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın hər səhifəsində ədaləti, sevgini və mərhəməti qoruyub saxlamağın əhəmiyyətini öyrəndilər. Beləliklə, davanın kölgəsində, ədalətin imtihanı adlı bu nağıl, Qızılgül kəndinin daş divarlarında, qoca ağacların yarpaqlarında və axan çayın sularında əbədi izlər buraxaraq nəsildən nəsilə sevgi, ədalət və inamın ən qiymətli mirası kimi yadda qaldı. Hər kəs bilirdi ki, həyatda ən böyük sərvət maddi zənginlik deyil, qəlbdə yanan o dəyərli işıqdır. O, ədalət və dürüstlüyün, sevgi və mərhəmətin sarsılmaz simvoludur. Beləliklə, Xalqoba kəndi və Qızılgül kəndinin sakinləri hər çətinlikdən sonra doğan yeni ümidlərə inamla baxaraq həyatın hər anını sarsılmaz dəyərlərlə və ədalətlə yaşamağa davam etdilər. Kənd şurasının səsi, ataların və övladların, gənclərin və yaşlıların ürəyində əbədi olaraq çalınan bir nağıl, gələcək nəsillərə sevgi və inamın dərin izlərini öyrədən bir əfsanə oldu.